Herkese salam kızlar. Necəsiz? İnşallah ki yaxşısınız. Çok şükür. Həmdolsun. Mən də yaxşıyam. İzləyicim gelmişti. Salamlaşdık, görüşdük, öpüşdük, koklaşdık. Söhbət elədik bol bol. El dolu gelmişti. Teşekkür ederim. Var olsun, sağ olsun. Seve seve bunu mən yiyəcəm. Məsələ nətər oldu? Xanım hardasa 30'lu yaşlarında olardı. Dedi ki, mənim mamam sizi çox sevərək izləyir. Dəhşət dərəcədə sizi çox fanatınızdır. Dedi ki, qura da bilmir, başa çıxmır qurmaqdan. Mənə dedi ki, gəl qur gör, gəl axtar gör, vlog paylaşılıbdır mı? Deyir, vlogun belə nə olduğunu sizin kanaldan öyrənibdi. Vlog deyildikcə bilir ki, vlog nə deməkdir. Sizi çok sevir. Bəs gələ bilmir. Müəyyən problemlər var xanımın. Mən dedi ki, nətər eləyək? Mən dedim ki, tamam, görüntülü yığ, danışaq. Xanım görüntülü yığdı. Mamasından danışdıq, tanış olduq. Mənə deyir ki, elə deyir, tam deyir, təsəvvür elədiyim kimisən. Mən elə deyir, sən belə təsəvvür eləmişdim də, deyir, qaşını, gözünüz deyir, yəni belə təsəvvür eləmişdim. Qəşəng təriflər dedi mənə, çox qəşəng. Ondan sonra qəşəng söhbətlər elədi. Bu kimi çox qəşəng sözlər dedi. Çox təşəkkür edirəm. Gözəl qəlbi var olsun. Mənə qəşəng motivasiya verdi. Mənə qəşəng fikirlər verdi. Nəyi elə, nəyi eləmə kimi. Bu kimi izləyicilər həmişə qəlbimdə, qapımda həmişə açıqdır. Baxın, bir izləyicim var idi. Əslində belə pis yazmırdı. Deyim ki, belə gəlib bütün gün baltalayırdı. Yox. Sadəcə yaxşı bir insan değildi, o belə deyim. Yəni niyyəti saf değildi. Mən elə anladım ki, niyyəti saf değildi. Mən bir dəfə bir rəy yazdım, mən çox üzüldüm. Yəni yanıldım xanım haqqında deyə çox üzüldüm. Nəsə özünə dedim ki, bəs də belə gözləməzdim falan. Nəysə o vaxtda danışmaq istəmirəm. Zaten öz-özünü bilir. Sonra mənə bir şey yazdı. Dedi ki, iş yerinin qabağından keçdim. Çox istədim girəm, amma girə bilmədim. Dünənki söhbətə görə girə bilmədim. Kofemi içim. Bir xanım da gəlib nə yazmışdı? Deyir ki, sən deyir çox yaxşı yaşayırsan deyir. Həmişə deyir brend paltar ki, mən brend geyinməmişəm ha. Yəni hələ geyindiklərimin içində brend paltar olmayıbdı. Olsa da bəlkə də bir dənə falan ləman paltar olan, mən brend almamışam. Alsam bir dənə belə Zara'dan falan alaram da yəni. O da belə milyardlar deyil. Nəysə. Deyir həmişə brend paltar. Stolun da deyir üstündə həmişə deyir şirniyyatın olur və həmişə mövsüm meyvələrin olur. Meyvə. Bir manatlıq da ala bilərsiniz. Bir boş qaplıq meyvəyə 1 manat versəz, bir boş qap meyvə düşür. Və sizin gördüyünüz 1 manatlıq boş qabın içindəki meyvə. İnsanların cibini saymayın, insanların yediyini saymayın, içdiyini, xərclədiyini saymayın. Siz saydıqca Allah sizdən geri çəkir. Siz saydıqca, siz insanları qınayıb daradıqca Allah sizdən geri çəkir. Eləməyin. Özünüzə baxın, həyatınıza baxın. Neyinirsiniz siz başqasına? Neyinirsiniz? Mən burada 20 dəqiqəlik vlog çəkirəm. 20 dəqiqəlik vlogun içində nə görürsünüzsə ondan danışın, ondan zövq almağa çalışın. 20 dəqiqənin içində nə görürsünüzsə onu düşünməyə çalışın. Siz bu 20 dəqiqənin içindəki bu boş qabın içindən gerisini niyə düşünürsünüz ki? Bunu nə ilə aldı? Neyinirsiniz ki? Oğurluq elədim. Oğurluq elədim, aldım. Mən nə az, nə çox 20 il dinin içində olmuşam. 20 il. 20 il mən dinin içində olmuşam. Yəni ətrafımda o həyatdan başqa bir həyatım olmayıbdı. Amma 20 ildən sonraki bu həyatı yaşayanda gördüm ki, mənim bilmədiyim başqa bir dünya var imiş. Yəni o dünyadan başqa bir dünya da var imiş. Mən bu dünyanı tanımırdım. İndi tanıdım. Yəni 20 ildən sonra tanıdım ki, başqa bir dünya var imiş. İnsanlara o gözdən baxmırdım. Mənə yazılanları o gözdən oxumurdum.
Mənə yazılanları o niyyətlə algılamırdım. Amma elə deyilmiş. Elə o niyyətlə imiş. Kofem soymamış içim. Ondan sonra başlayayım işimi, gücümü görməyə. Bunu bacım bişirib gətirmişdi. Çox dadlı, çox qəşəngdir. İçi də bananlıdır. Çox qəşəngdir də. Əllərinə sağlıq bacımın. Axır ki karbon gəldi. Axır ki gəldi. Bu Temu axır vaxtlar çox geyişir. Əvvəl vururdun bir həftəyə, 11 günə gəlirdi. İndi vurursan bir aya gəlir çıxır da. Hamı Valehdən danışır. YouTube'daki qızlardır. Buradan WhatsApp'dan danışırıq, Valehi müzakirə edirik. Açım görüm indi. Gözümün kökünü saraldan karbon. Bəzən karbonun nə olduğunu belə unuduram. Ayrı. Bunlar da ayrı. Kızlar, mən bunların hamısına, bütün renklerine 9 renkdimi yoxsa 6 yadımdan çıxdı. Hamısına 34 manat pul verdim. Yapışmayan bir şey istirdim. Belə açım. Baxın belə. Yapışmayan bir şey istirdim. Məncə çox qəşəngdir. Sadə. Normalde mənim razmerim S-dir, XS, amma mən M aldım ki, heç yapışmasın da. Amma bilsəydim bu qədər də boş olar, şey deyərdim, S götürərdim. Biraz boşdu sanki. Qəşəng rəngdir bu da. Bu da qəşəng rəngdir. Yay rəngləridir də hamısı. Yəni yayda belə qəşəng geyinməyə görə qəşəng rənglərdir. Çox təəssüf, mən mavi istirdim. İçində mavi yoxdur. Mavi istirdim mən. Çünki mavi köynəyim bir dənədir. O da boksyorkadır. Nəsə onun boğazı məni narahat edir. Belə yaxalı mavi köynəyim yox idi. Onu gərək buradan alım. Amma belə qəşəngdir. Material da qəşəngdir qızlar. Baxın, parıltısı falan da var. Material da qəşəngdir. Mənə can sağlığına. Bir də başqa şeylər eləmişəm. Sırğalar filan eləmişəm. Amma onları özüm eləməmişəm deyə onları çəkməyə ehtiyac yoxdur. Mən gətirmişəm, amma hədiyyə gətirmişəm deyə burada göstərmək istəmirəm. Belə qızlar sərf eləyir. Bilirsiniz niyə sərf eləyir? Burada bunların ən ucuzu, mən özüm satdıqlarımdan deyim də, ən ucuzunu biz satırdıq. Misal üçün pirdelkalarını, qatma. Nazik qatmalarını satırdıq 12 manatdan. Bunları satırdıq, necədən satırdıq? Ay Allah, yadımdan çıxıbdı. Amma 10 manatdan aşağı yoxdur da. Yəni 10 manatdan aşağı yoxdur, yaxşısı. 5 manata da var, bir dəfə suya girəndə bilmirsən heç nədir də. Amma belə sərf eləyirdi də. Yəni bizdə mən özümə də almışdım ondan. Yugin-Yugindir də. Bəlkə rəngi bozara 10 bilmirəm. Hə, belə sərf eləyir. 34, mən buna 34 manat neçə qəpik falan, qəpiyini bilmirəm. Elə 34 manatdan deyək də, lap belə deyək 34 manatdan almışıq. 34-ü bölək 9-a. 3 manat 70 qəpik, 3 manat 80 qəpikdən gəlir də, başda 70 qəpik. Yəni belə 3 manat 80 qəpikdən gəlir. Yaxşıdır, yəni 3 manat 80 qəpiyə gedib bunu buradan ala bilmərik. Amma alıb belə çat rəngbərəng geyinə bilərik.
Gəlmişəm rəfiqəm gildəyəm. Marağımı nə çəkdi? Onun kitab polkası çəkdi. Gəlin kitablarına baxaq. Yaradılır. Əgər kimsə ünsiyyət qurbanı gətirsə, onu qeyban qadınızı qonur haqqında sonra qüsursuz erkek veya dişi heyvan gətirsin. Ben bunu götürdüğüm geldi. Bu kolları kırar. Yenilenmiş şeyler kitabı. Koylar devlet, qohum, əqrabalar bu fani həyatda getsin. Anlar bədəni öldürə bilsələr də onlar neymiş? Allahın həqiqəti dəyişməz qalacaq. Çünki onun səltənəti əbədidir. Bilirsiniz, mənim rəfiqəm məsihçidir. Qaraqanın ikinci adı. Yok. Bu deyən bədii kitabdır. Marağımı çəkən kitablar var. Deyərdim mən yol marketin qabağından keçirəm də. Masonluğun coğrafiyası. Allah'ız gelmesin. Hastayın gün götürdüğümde yeni koyamam dayan gör. Ben oradan çıxanda belə bir iki dənə kitabımı götürmüşdüm. Hansı ki mənə ən xas olan Hacı Şahinin kitabını filan götürmüşdüm. Amma çox kitablarım orada qaldı. Çox kitabları da heç oxuyamamışdım orada. Orada Sumqayıtda da var polka. Belki. Kızlar, rəfiqəmin əllərinə sağlıq olsun. Görün nə gözəl süfrə açdı. 2 dəqiqənin içində təsəvvür edirsiniz. Mən qapıdan girdiyim 3-4 dəqiqə olardı. Mən orada oturdum. Oradan da qaçdım, getdim, kitab gördüm ora. Bir də başımı döndərdim ki, artıq belə qrupdur da. Görün 2 dəqiqənin içində görün nə gəlinlər var da. Görün nə gəlinlər var da. 2 dəqiqənin içində açdı, düzdü, qoşdu. Hələ ona baxın, ona baxın. Sən nə edirsən? Dağıdıram. Həm də yuxarıda axı, yuxarını biraz söyləmək çətindir. Alt padval bütün otaqlardır bildiyin. Bir yaşlı otaqlardır. Hə, alt padval elənin içinə deyil. Əslində kim tikirsə halal olsun ona. Qaşıqları qoydu. Hara atdın? Ya eyb yox, dəlmə götürüm. Hə, izolyasiya eləmirdilər. Başa düşdün, araya nəsə vurmaq lazım deyə. Onu vurmayıblar. Nə qədər usta gəldi, dəqiqədə kombi partlayır, şey olur. Axı ev yəsidir ki, nə qədər xərci var, səhv çəkəcəm də. Hə, yedə götür. Mama. Mən yeyirəm, sən də ye. Atlıdır, sən də ye. O mən səhərdən başıma qalmışım, kebab istəyirəm. Biraz bundan qabaq kebab yeyib yerim mən. Kebab. Öyle qəşəng bil istədiyini bilib. Aş istəyirəm. Heç nə yeməyəcək ki, buna aş ver. Əslində
o yaşa görə nə istədiyini bilmək yaxşı şeydir. Amma çətindir. Hərdən yoldaşım, uşaq saat uşaq yəni təmiyim də istəyir də. Ağıllıdır da. Ağam ye. Necə gedir? Deyəsən mən qovalayasın. Nə? Həyatımdakı yeni dəyişikliklərlə bağlı rəfiqəmlə danışdım. Zaten nə deməyinə reaksiyasını gördünüz. Xeyli müddətdir Gəncədə deyildi. Onlar Sumqayıtlıdılar. Oradan gəliblər, burada yaşayırlar. Xeyli müddətdir yox idi Gəncədə, görüşə bilmirdik. Danışırdıq belə görüntülü, danışırdıq, telefonla danışırdıq. Amma üz-üzənin yerinə heç nə vermirdi. Xeyli müddətdir birikmişdi içimdəki söhbətlər. Elədiklərim çoxalmışdı. Bilirdim ki, onsuz da YouTube'dan məni izləyən, şəxsidə danışdığım qızlar söhbətin nədən getdiyini bilirlər. Elə bu xanımın da verdiyi o nə reaksiyasını elə o xanımlar da vermişdi. O xanımlar da qəşəngcə danlamışdı məni. Elə bu xanım da, bu rəfiqəm də qəşəngcə danladı. Əslində hər bir kəlmələrində haqlıdırlar. Hər bir kəlmələrində doğru deyirlər. Hər bir kəlmələrini zaten bilirəm. Amma bilərək də eləyirəm. Çıxdım qızlar rəfiqəmgildən. Allah ondan razı olsun. Həqiqətən onunla danışmaq mənə çox yaxşı gəldi, çox yaxşı gəldi. Özü demiş, dediklərinin faydasının olmasa da, dediklərinə əməl eləməsəm də, amma dinləmək mənə çox xoş gəlir. Çox realist qızdır da, yəni. Hər bir söhbətin içindəki reallığı şak deyə qarşıma qoyur və düşünməyə məcbur qalıram da. Psixologdan çıxanda belə oluram, əlim qolum belə yanıma düşür də belə, necə deyim, sanki belə yorğun deməyim, belə bitkin halda çıxıram, düşüncəli. Bir psixologdan çıxanda. Bir də bu xanımın yanından çıxanda elə oluram. Təbii ki, hər ikisi də mənə yaxşı cəhətdən belə relakslıq verir, amma yəni, bu dəqiqə sadəcə yerimək istəyirəm. Sadəcə istəyirəm ki, yolda yeriyim. Getdim, rəfiqəmlə görüşdüm. Oradan qayıtdım, gəldim. Oğlumun yanına. Rəniyə bazarda eləmişəm bu arada. Mən yeri qoyacağım, yox. Yox, Rəniyə istəyirəm. Axşam işdən çıxanda oğlumla dedik ki, gedək. Rəna bugün evdə yox idi, atası gildə idi. Sifarişlərini alıb aparacağım ki, sabah gələndə yesin. İşdən çıxdıq, dedik ki, gedək, farid yeyək. Getdik Köftəcihana, orada oğlumla keçib faridimizi aldıq, yedik. Nə olub hə? Tost kabak da var. Döner çörek. Bunu yok da. Korktu. Korkun gözlerine. Tut onu. Arap kız. Arap kız. Ara. Bir tane o çaran var ya. Çaramız yok, çahla. Çahı nerede? Sipariş ediyor. Sen bana dönə. Sipariş ediyor. Mən anladım. Her şey. Ha? Ya, bak. Her şey bulacak. Seni görene kadar. Sakçız var ya, sakçız var abi. Biraz vaxt aparan bir şeydi. Biraz vaxt aparan bir şeydi. Biraz.
Biraz. Ne kadar dedi? Bir 15-20 dakika vaxt aparan bir şeydi. Gözləmədəyik. Farklı. Qaqaş hardayıq? Ekopark. Bura botanika parkı olarak da bilinir. İçeride çeşitli botanik bitkilerin sergilendiği küçük bir sergi var ama aynı zamanda da kafe olarak. Gedək işıqlı yerdə oturaq. Bura ümumiyyətlə ışığı Mənzərə də üstünə duzu, bibarı olubdu. Dadlıdır. Dadlıdır, çox Məncə dadlı. başlamadın mı? Birincisi mən bunu birinci səfər yeməm, ikincisi yarıya çatmışam. Məncə bitir. Bitirəndən sonra Yo. adam beyni bilir də ki doydun mu, doymadın mı? Dadlı olmayan doyumculdu mu? Hə, çox doyumculdur. Bir də nar şərabını dedim ki, çox eləyin. Bu niyə odaqlamır? Hə. Dedim ki, nar şərabını çox eləyin. Həqiqətən çox eləyiblər. Çok iyi. Balıq nar şərabdan ibarətdir bu dəqiqə. Yaşı çıxmadı. Ergen sana. Yavrusu çıxdı Allah. Tut şunun ucunu döşeyelim abi. Tut şunun ucunu döşeyelim abi. Efsane bir reklam değil. Bu gördüm onu. Anladın mı? Ben güləm. Meşgul olduğumuz şeylere bakayım senin. Ama ben hep tek çoğu yağda. Yemeğimizi yedik, biraz söhbət elədik, dedik, güldük, biraz da oralara fırlandıq. Artıq gedirik evə. Burada da vlogumu tamamlayım. Gələn izləyən hər kəsə təşəkkür edirəm. Xoş sözləriniz, xoş rəyləriniz üçün Allah razı olsun. Növbəti vlogda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.